Belə bir sistem tənlik verilir və bizdən x çıx y-in mötərizə kvadratı soruşulur. Yəni biz bura baxdıqda görərik ki, hansı üsul bizə sərf eləyər? Yəni tərəf-tərəfə toplamaq. Çünki heç birinin qarşısı 1 olmadıqda əvəzetmə üsulu bizə heç sərf eləmir. Düzdür, əvəzetmə üsulundan da tapmaq olar, amma çox uzundur. Biz buradan tərəf-tərəfə toplamaq üçün, yəni birinci tənliyi ya da ikincini elə bir ədədə vurmalıyıq ki, ya x-ları məhv eləyək, yəni yox eləyək, ya da y-ləri yox eləyək. Bunun üçün biz görərik ki, əgər x-ları məhv eləmək istəsək, yuxarını 3-ə, aşağını -4-ə vurarıq. Niyə birini mənfiyə vururuq? Çünki islah getsin. Yuxarını istəsək vurarıq 3-ə, normal 3-ə. Aşağını vurarıq -4-ə. Yəni vurduqda da diqqətli olmaq lazımdır mənfi müsbətdə. Və hər birini vurmaq lazımdır. 4x 3-ə vursaq 12x, 2y 3-ə vursaq 6y, 18-i 3-ə vurarıq 54. Digərində 3x-i -4-ə vurarıq -12x, -9-u -4-ə vursaq 36y, yəni mənfi ilə mənfi yanaşı gəldiyi üçün plüsə çevrilər, bərabərdir. 17-ni -4-ə vursaq -68. Demək, tərəf-tərəfə toplayarıq. Tərəf-tərəfə toplasaq görərik ki, x-lar gedər, yəni islah olar. 36y ilə 6y topladıqda 42y bərabərdir. -68 ilə 54-ü topladıqda, yəni ədədlərdən biri mənfi, biri müsbət olduqda çıxarıq və böyün işarəsini götürərik. 68-dən 54-ü çıxarıq 14, -14. Və biz buradan y-i tapsaq, y bərabər olar -14 bölünsün 42. Yəni -3-də 1. Demək, y-i -3-də 1 tapdıq. Demək, x-i tapmalıyıq. Y-i -3-də 1 tapdıqsa, aparıb burada yerinə qoyarıq. 3 vurulsun x çıxılsın 9 vurulsun -3-də 1 bərabərdir 17-yə. Baxın, burada aparıb yerinə qoyduq. 17. 3x plus 9-dan 3 gedər 3. Niyə plus? Hər ikisi mənfidir. Bərabərdir 17-yə. Buradan 3x-i tapdıqda 17-dən 3 çıxarıq. 17-dən 3 çıxarıq 14. X-i da tapsaq, yəni 3-də 14. 3-də 14. Demək, x-imiz 3-də 14-dür. Y-imiz -3-də 1-dir. Bizdən də fərqinin kvadrata yüksəldilməsini istəyir. Demək, 3-də 14-dən 3-də 14 çıxılsın -3-də 1-in kvadratı. Yəni, mötərizə kvadratı. Normal qaydada 3-də 14-dən 3-də 1-i toplayarıq. Çünki -2 dənə mənfi yanaşı gələndə plüsə çevrilir. Yəni, düşər 3-də 15, 14-dən 1-i topladıq 15, kvadrata yüksəldərik. 3-də 15 özü nə edər? Elə 5 düşər, 15 3-ə bölsək 5. 5-i kvadrata yüksəldərik 25. Cavabımız 25.